Barış səsi. Muğan düzü Azərbaycanın ən varlı torpaqlarındandır. Muğanın mənisini internetdə axtaranda çoxraq muğ beyzafə an tərkibi ilə üz-üzə gəlirik. Bu qaynaqlar muğ sözcüyünü mobedə zərtoştu məna eləyirlər və muğanı mobedlər. Amma etimolojist İsmail Hadi Dildəniz kitabının 263-cü səhifəsində buğ kəlməsini fərmandeh və dilavər yazıb. Tarixdə türklərin Buğay və Buğatay adlı qorxmaz fərmandehləri var imiş. Necə ki, indi də generala baş buğ deyirlər. Zaman sürəcində fonetik hadisələr əsasında B hərfi M hərfinə çevrilir. Bən, mən, boncuq, muncuq kimi. Buğ da şayət zaman sürəcində muğ olmuş. Muğanın moğ bölümü türkçənin bəğ, beyc və bəy kəlməsi ilə də irtibatı ola bilər. Türkcədə beyc ya bəy, böyük, ağa, dilavər mənisini daşıyır. Pəs muğanın əvvəl bölümü böyük, dilavər məni olundu. İndi an. Muğan isminin an bölümü yer, məkan pəsvəndidir. Teorilərin hamısının sonucu bunu deyir ki, Muğan dilavərlər, bəylər və böyüklər yurdu mənasındadır. Barış səsinə səs olun.